Qafqaz torpaqlarında yaşayan bacı və qardaşlarım. Gördüyünüz o yaşıl günbəzin altı Allah Rəsulunun evi olub sallallahu aleyhi və səlləm. Bu gördüyünüz yer isə qəbirstanlıqdır. Burada 10 mindən çox səhabə dəfn edilib. Qardaşlarım, sual verirəm sizə. Bu məzarlar arasında bir fərq görürsünüzmü? Allah Rəsulunun sünnəsi idi və o vəsiyyət etmişdi ki, məzarlarınız əl və dirsək arasından hündür olmasın. Bunun səbəbi isə bizi şirkdən qorumaq idi. Çünki ilk şirkin əlamətləri məhz məzarların ucaldılması və onlara aşırı sevgi və qayğının göstərilməsi olub. Qardaşım, bəs bizim vətənimizdə bu gün nələr baş verir? Subhanallah, yəni anlaya bilmirəm. Eşitmişik ki, deyirlər, hörmətli adam ölübsə, məzarını da fərqli eləməliyik. Məzarı da hörmətli olmalıdır, urvatlı olmalıdır. Subhanallah. İmam Şamil, rahiməhullah, burada dəfn edilib. Onu dəfn edərkən də insanlar bilirdilər o kim olub. Lakin baxın, biz bugün onun məzarını tapa bilmərik. Görürsünüz, icra başçısı da, yol süpürən də, varlısı da, kasıbı da burada eynidir. Subhanallah, yəni biz Allah Rəsulundan daha mı yaxşı bilirik? Gedirik anamıza, atamıza 3 metrənin daşını düzəltdiririk. Sanki elə bilirik ki, daş nə qədər hündür olarsa, ölünün yeri də bir o qədər yaxşı olacaq. Subhanallah, bu nə böyük bir azğınlıqdır. Əgər ana-atanızın ölümündən sonra yerinin yaxşı olmasını istəyirsinizsə, hələ ki sağ ikən onu İslama dəvət edin, tövhidə dəvət edin. Elə edin ki, ananız Allahı tanısın, atanız Allahı tanısın, Allah Rəsulunun sünnəsinə uyğun yaşasın. Sonradan gətirib üstünə 20 metrənin daşını qoysanız da faydası olmayacaq. Subhanallah. O gündən qorxun, qardaşlarım. Ora girəcəyimiz o gündən qorxun. Subhanallah, qardaşlar. Allah Rəsulunun evi baxın oradadır. Bir pəncərəsi də bu qəbirstanlığa baxırdı. O buranı hər gün görürdü. Lakin bir dəfə də olsun çıxıb demədi ki, filankəsin daşını yekə eləyin, Həmzənin daşını yekə eləyin. Subhanallah. Bizə nə olub axı? Biz ağıllı, onlar axmaq idilərmi? Əstağfirullah. Bu qəbirstanlıq Allah Rəsulunun dövründə onun gözünün qabağında necə idisə, bugün də elədir. Heç nə dəyişməyib. Bu məzarlığa da baxın, bizimkilərə də baxın. Biz onlardan çoxmu bilirik? Subhanallah. Qardaşlar, Rəbb olaraq bizə Allah yetər deyiriksə, yol göstərici olaraq bizə Allah Rəsullu yetər deyiriksə, yaşamımız və ölümümüz və hətta məzarımız belə buna uyğun olmalıdır. Baxın qardaşlar, əgər ölünüzə məzarda çatacaq bir şey etmək istəyirsinizsə, onun üçün sədəqə verə bilərsiniz. O dəbdəbəli mərmər daşlara xərclədiyiniz pulu Allah üçün daha xeyirli işlərə xərcləyə bilərsiniz. Hansı ki, ölünüz üçün də xeyri ola bilər Allahın izni ilə. Qardaşlar, bilə-bilə özünüzü günaha atmayın. Bu, həm Allah Rəsulunun sünnəsinə ziddir, həm də israfdır. Çalışın hələ ki sağ ikən doğmalarınıza vəsiyyət edin. Öldükdən sonra sizi xurafatlardan uzaq, Allah Rəsulunun sünnəsinə uyğun dəfn etsinlər. Allah bizi haqqı haqq bilib, haqqa tabi olmağı, batili batil bilib ondan uzaq olmağı nəsib etsin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.